Vüqar 1991-ci ildə oktyabr ayının 4-də dünyaya gəlib. Əlbəttə ki, ailəmizin sevincinin həddi yox idi onda. Çox sevinirdik, ilk övladımız idi. Gəlməyi ilə evimizə sevinç bəxş elədi. İlk addımlarını atanda bilirsiniz, ata, ana çox sevinirdik. Hər şey gözümün qabağındadır. Mən gözümün qabağında böyük. Bir də biraz yaddaşım mənim yaxşıdır da, demək olar, çox şey yadda saxlaya bilirəm. Orta məktəbə getməyi, orta məktəbə oxumağı, qurtarmağı, elə epizodlar var ki, mən o gözümün qabağından çıxmır. Orta məktəbdə əlaçı olub. Yəqin ki, bilirsiniz, prezident təqaüdü ilə qəbul olub ali məktəbə. Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Qurtarandan sonra paralel olaraq işləməyə başlayıb. Ailəmizə həm yardım edirdi, həm də özünün marağı var ki, işləsin də. Adam bəzən söz tapmağa da çətinlik çəkir. Çox təəssüf ki, hadisələrin axarı belə oldu. Onun arzusu idi xaricdə işləmək, xaricdə yaşamaq. Özü də çox böyük şirkətlərdə işləyib. O şirkətlərdə ki, belə çətindir oraya gedib çıxmaq. Zəhmət çəkmək lazımdır. Dil öyrənmək, öz sənətinin peşəkarı olmalısan oraya gedib çıxmaq üçün. O işlədiyi yerdə yaşamaq istəyirdi. Bildiyim qədər o Lüksemburqda işləyirdi. Orada da yaşamağa hazırlaşırdı. Hətta yaxşı bəyəndiyi, istədiyi şeylər bunun. Riyaziyyatçı idi bu bir. Şahmatı çox sevirdi. Bir də instrumental musiqi, bəstəkarların musiqilərini dinləyərdi. Yəni ki, ən yaxşı oxuyan kimdir və məni təəccübləndirən eyni anda bütün uşaqların çönüb vüqarı göstərməsi oldu. Onda artıq beynimə bir siqnal getdi ki, yəni ilk olaraq vüqar haqqında təəssüratım onda yarandı ki, bu adamda qeyri-adi nəsə var ki, bir sinifdəki bütün uşaqlar eyni anda çönüb bu adamı göstərdilər ki, sinifdə ən yaxşı oxuyan adam budur uşaq. İlk illərdə biraz ulduzlarımız barışmırdı. Təzə-təzə mən onların sinifə keçəndə 7-ci sinifdən bizim dostluğumuz başladı vüqarla və yenə oxumaq üstündə. Yuxarı siniflərə keçdikcə bəzi fənlər artır, fizika, kimya, bu kimi dərslər keçməyə başladıqca biz
dərsin müzakirələri əsnasında dostluğumuz başladı. Və 7-ci sinifdən də ta 2025-in yanvar ayına kimi biz dost idik. Mən fikirləşirəm ki, yəni Vüqar o tərəfdə olsa belə yenə də inşallah bir gün görüşəcəyik. Yenə biz qovuşacağıq. Həmişə hər şeyimizi bölüşmüşük. İlkləri həyatımızda olan bir çox şeyin ilkini bir yerdə eləmişik. Gözəl xatirələrimiz çox olub. Yəni saymaqla bitməyəcək qədər maraqlılarını deyə bilərəm. Vüqar həqiqətən mənim həyatımda ən dəyərli insanlardan biri olub, ən yaxın dostum olub. Bizim heç birimizin qardaşı olmadığına görə biz bir-birimizə qardaş olmuşuq da, yəni qardaş kimi yaxın olmuşuq. Vüqar yəni subay idi, amma mən evliyəm və bir uşağım var. Bu xeyir işlərimdə belə, yəni ki, Vüqar həmişə yanımda olub, mənim nikah şahidim olub. Sonradan övladım dünyaya gəldiyi gün xəstəxanada məni tək qoymadı. Həmən gündə yanımdaydı. Sentyabr ayında ən son 2024-ün sentyabr ayında gəlmişdi, məzuniyyət götürüb. Mən özüm də onda məzuniyyətdə idim, amma Gəncədə idim. Vüqar gəlmişdi deyə Gəncədə gəldim mən 2 gün bir yerdə burada, bütün gün bir yerdə olduq, qəşəng vaxt keçirdik. Vüqar haqqında danışmaq doğrudan məsuliyyət və ağır işdir. Vüqar bacısına dəyərli qardaş, evladlarına dəyərli dayı olub. Vüqar mənim sirdaşım idi. Vüqarla çox bizim arzularımız, xəyallarımız olub. Hətta bizim belə bir planımız var idi ki, biz onun yanına Avropaya gedək. Vüqar, yəni biz o arxa dayağım idi, mənim oradadır. Bu da arxa dayağım olduğu kimi, orada da arxa dayağım kimi mən ona arxalanıb gedəcəkdim. Qismət. Vüqar axıncı dəfə son danışığımız oldu bizim yanvarın 28-i, balaca qızım Fidan. Ona dedi, dayı evləngindən toyu görmək istəyirəm. O da balaca qızını dəhşət çox istəyirdi. Düzü fərq qoymurdu. Yoxsa bu balaca otuna görə bunu vəbşi çox istəyirdi. Ən ağır günlərdən, ağır dəqiqələrdən biri oldu o məqamı eşitmək. Çünki mən üçün elə ağır idi ki, bacısına da deyə bilmirdim. Bacısına demişdim ki, avtoqəza keçirdi Vüqar. Bacısı məndən tələb edirdi ki, gedək qardaşımın yanına reanimasiyaya. Onunla danışdıqca çox sözlə deyirəsi ifadələr deyir.
Vüqarın ən böyük arzularından biri də belə idi ki, mənim evlatlarım Fərəh Fidan ingilis dili o mükəmməl öyrənsin. O elmə bağlı bir insan idi. Vüqar hər tərəfli insan idi. İstər dünyaya baxışı, istər dini baxışı, istər mədəniyyəti, savadlığı, həddindən artıq. O Vüqarla oturub söhbət edəcəm. Vüqarı o qədər mütaliə eləmiş ki, Vüqarın mütaliəsinin qarşısında insan aciz idi danışmaqda. Mən Vüqarla 13 ildir qohumam. Vüqarda atasına, anasına indiyənə qədər yox sözü eşitməmişəm mən Vüqardan. Birini Vüqar özü prezident təqaüdçüsü idi, institutda prezident təqaüdü ilə qəbul olmuşdu. Sakitçiliyi ilə, Vüqar ümumiyyətlə sakit təbiətli insan idi. Vüqar çox danışmağı, çox gülməyi sevməzdi. Vüqarın xasiyyəti tam başqa bir xasiyyət idi o Vüqar. Qismət deyilən bir şey var. Düzdür, ilahi qismətdir. Bəlkə də mən ona xahiş edəyərdim ki, Avropaya getməsin. Ki, gözümüzün önündə olsun. Vüqarda mənfi bir xasiyyət görməmişəm ki, mən onu dəyişəm ki, Vüqarın ki, bu olsun, bu olmasın. Çünki Vüqar hamı örnək göstərir evlatlarına ki, Vüqar kimi olun. Dəyişəcək bir şey qismət.
Mən Vüqarla tanış olmuşam 2017-ci ildə bir yerdə işləməyə başladıq. Hardasa təxminən 3 il müddətində biz bir yerdə işləmişik. Daha sonra xaricə getdim, amma yenə də belə deyim, bizim dostluğumuz qaldı. Həmişə həm dostlar arasında da, iş yerində də həmişə öz intellektindən, öz mədəniliyindən, onun belə deyək, bilmirəm, elegant danışıqla və s. və ilə axır belə deyək, həmişə seçilirdi, fərqlənirdi. Çox istedadlı bir insan idi. Vüqarla dostluğumuz uşaqlığa qədər, uşaq vaxtından dost olmuşuq. Sonra məktəb vaxtı deyək də 6-cı, 7-ci sinifdən bir yerdə dostluğumuz olub. Bir yerdə gözəl günlərimiz olub, gözəl vaxtlarımız olub, çətin vaxtlarımız olub, amma həmişə bir yerdə olmuşuq. Çətin vaxtlarda da, yaxşı vaxtlarda həmişə bir-birimizin yanında olmuşuq. Çox şey danışmaq olar Vüqar barədə. Nə qədər çətin olsa da danışmaq, yoxluğunda danışmaq çətin olsa da artıq bir ilə yaxındır Vüqar itirməmizdən vaxt keçməyinə baxmayaraq hələ də dostları olaraq onu xatırlayırıq günü bu gündə. Xoş vaxtlarımızı xatırlayırıq. Demək olar, hər görüşlərimizdə dostlarımızdan elə Vüqarı yad edirik, yadımıza salırıq ondan keçdiyimiz vaxtları. Belə Vüqarla bağlı danışacağım çox şey olsa da, belə ağlımda yer eləmiş, sırf bunu Vüqar eləyərdi dediyim bir neçə şey olub həyatımda. Biri olub ki, məsələn, yadıma gəlir, mənim əsgərlik dövrüm idi. Hardasa 2013-14-cü illərdə əsgərliyimi çəkmişəm. O dövrdə mənim getdiyim bir ay olardı ki, yəni heç bizə görüşə də icazə verilmirdi, amma Vüqar maraqlanırdı ki, gəlmək olur, olmur. Başqa bir dostumuz var, Şirinlə gəlmək istəyirdilər. Heç mən deyirdim, gəlməyin, hələ icazə yoxdur, amma bir gün baxdım ki, gəliblər artıq. Onda heç nə Şirin, nə Vüqar yaxşı bir yerdə işləmirdilər, amma yenə də imkanları daxilində, yəni mənə yemək də gətirmişdilər, nə belə də, yəni gəldilər, oturduq 3-4 saat. Yəni o mənim yadımdadır ki, onu məhz onu ancaq Vüqar eləyərdi əslində, Şirin də həmçinin. Mən də həmçinin Vüqar üçün həmcür eləyərdim çox ki, başqa ağlıma gələn Vüqarla bağlı xatirələr çox olsa da, amma belə yenə deyirəm, o elə bir şeydir ki, sırf bunu Vüqar eləyər dediyim bir çox şey olsa da, yəni ağlıma sala biləcəyim və bu da ağlıma gəlir ki, məsələn, mənim toy mərasimimdə Vüqar biz korona vaxtı deyək də, o karantin vaxtı idi, Vüqarın maşını ilə, elə bizdə gəlin maşını da Vüqarın maşını olmuşdu. Elə Vüqar, elə şey də əslində Vüqardan gəlmişdi, o təşəbbüs ki, elə bir yerdə gedib gələrik. 3-4 gün elə bizim kənddə qaldıq, elə bir yerdə, bütün gün bir yerdə idi, elə orada da. Kəndi də gəzdirdim Vüqara bir xeyli, çox da bəyənmişdi kəndimizi. Amma təəssüflər olsun ki, yeşun nəticədə hal-hazırda Vüqar yoxdur və dostlar olaraq hələ də yoxluğunu acı ilə yad edirik. Başqa, yəni bu bir ilə yaxındır keçib ölümündən, amma hələ də bir 20 ildə, 30 ildə keçsə də biz Vüqarı eyni ağrı ilə yad eləyəcəyik. Yıllar geçse de üstünden bu kalp seni unutur mu? Kader gibi istemeden bu kalp seni unutur mu? Bir hasretlik yüzün vardı, içinde bir hüzün vardı, söyleyecek sözün vardı.
Bu kalp seni unutur mu? Bu kalp seni unutur mu? Kalbim seni unutur mu? Bir hasretlik yüzün vardı, içinde bir hüzün vardı, söyleyecek sözün vardı. Bu kalp seni unutur mu? Bu kalp seni unutur mu? Kalbim seni unutur mu? Anlamı yok tüm sözlerin, sensiz geçen gecelerin, yaşanacak senelerin. Bu kalp seni unutur mu? Bambaşka bir halin vardı, fark etmeden beni sardı, benliğimi benden aldı. Bu kalp seni unutur mu? Bu kalp seni unutur mu? Kalbim seni unutur mu? Bambaşka bir halin vardı, fark etmeden beni sardı, benliğimi benden aldı. Bu kalp seni unutur mu? Bu kalp seni unutur mu? Kalbim seni unutur mu? Seni unutur mu? Bu kalp seni unutur mu? Bu kalp seni unutur mu? Oysa düşlerim başkaydı, birdenbire yarım kaldı. Yaşanacak çok şey vardı. Bu kalp seni unutur mu? Bu kalp seni unutur mu? Bu kalp seni unutur mu? Her gün akşam yastığımda üşüyorum yokluğunda, yaşıyorum boşluğunda. Bu kalp seni unutur mu? Bambaşka bir halin vardı, fark etmeden beni sardı, benliğimi benden aldı. Bu kalp seni unutur mu? Bu kalp seni unutur mu? Bu kalp seni unutur mu? Bambaşka bir halin vardı, fark etmeden beni sardı, benliğimi benden aldı. Bu kalp seni unutur mu? Bu kalp seni unutur mu? Bu kalp seni unutur mu?